Elə bir ki, hesabatlar kimi də mənfəət zərər olmalıdır ki, sonra artıq kapital dəyişikliyi haqqında, sonra ondan sonra Aynen. balans. İndi sizə bir sual. Əgər desələr əmlak vergisi hesablanmalıdır, əmlak vergisi hesablanmalıdır deyirlərsə, indi vergi tutma obyekti nədir? Əmlak. Əmlak, düzdürmü? Vergi tutma bazası, əmlakın dəyərini açıb qoymusa qabağına. İndi vergi tutma bazasına baxmalısınız ki, mənim əmlakımın dəyəri nə qədərdir? Həmin baza məbləği əsasən indi onları falan çıxırsan və baxırsan əmlakın dəyəri nə qədərdir? Baza məbləğinə baxırsan. Əmlakın məbləğini müəyyənləşdirəndən sonra, deyirsən bir baxım görün bunu nə vaxt verməliyəm mən? Tövri də müəyyənləşdirəndən sonra, deyirsən bir baxım görün bunu hansı vergi dərəcəsində hesablamalıyam? Vergi dərəcəsində müəyyənləşdi, hesablanma qaydasını bilirsən. Hesablanma qaydasında hesablayandan sonra da başlayırsan ödənişini həyata keçirməyə, nə bilim, hesabatı verməyə. Hər məhsula görə, belə deyək ki, hər bir əmlaka, torpağa və yaxud da hansısa bir şirkətin gəlirinə görə ayrı-ayrılıqda, yəni öz cədvəli var da, onda da başa düşürəm. Düzdürmü? Hamısın. Hə, bir də yadınızda qalsın. Onsuz da bir bəyannamə verir də biz hesabat veririk. Bir bəyannamənin sona qalığı, o bir bəyannamənin mütləq şəkildə əvvələ qalığı olmalıdır. Yəni bu ayın sona qalığı o bir ayın əvvələ qalığı olmalıdır. Ya bu ilin sona qalığı o bir ayın əvvələ qalığı olmalıdır. Yəni orada bəyannamələrə baxırsan, hesabatı verdim, çıxdı, getdi, vəsiyo. Elə şey yoxdur. Növbəti hesabata verəndə bundan əvvəlki verdiyin hesabata açıb baxırsan. İzah edə bildim kimi? Elə bir ki 31 dekabrda